Salam əziz və dəyərli izləyicilərim. Dünən vaxtım olmadı. Mənim sevənlərim, canımda həmişə izləyib görənlər ki, mən Rəqsanə xanıma hər gün canımda dualar elətdirirdim. Həm özüm eləyirdim, həm dualar elətdirirdim. Ona görə dünənlərim hamısı mənə yazırdı. Məryəm xanım şad xəbər, Rəqsanə xanım çıxdı türmədən. Məryəm xanım şad xəbər. Dünən vaxtım olmadı video çəkim paylaşım. Bilirsiniz ki, elə bir şey yoxdur ki, Məryəm xanım sizlərlə paylaşmasın. Şükür olsun Allahıma. İnanın ki, mən heç Rəqsanə xanımı nə yaxından görməmişəm, nə tanımıram. Düzdür, Azərbaycanda televiziya verilişlərinə çıxmışam, amma Rəqsanə xanımla rastlaşmamışam. Mənim əzizlərim, nəyə görə ən çox sevindim? Birincisi, heç kimə arzu eləmirəm. Heç kimin Allah qapısını türmə qapısından açmasın. Bu neçə vaxtı da dayanmadan dualar edirdik Rəqsanə xanıma. Mən dünyada hamı mərhəmətli ola bilər. Amma mənim anamdan mərhəmətli mən ikinci bir adam, ikinci gələ bilər. Amma birinci yerdə mənim anam ola bilər. Xanımlar, qızlarım, nazlarım deyirəm qrupumdakı xanımlarıma. Onlar bilirlər ki, mamam hər namazın üstündə hər birinə dualar eləyir. Və Rəqsanə xanımdan o xəbər gələndə heç ağzıma inanın almaq istəmirəm. Çünki heç bir xanım bunu haqq etmir, heç bir ana bunu haqq etmir. Hətta bəylərimizə də Allah oradan salmasın yollarını. Xanımlar bir mənalı şəkildə Allah qapılarını oradan, yollarını oradan salmasın. Allah heç kimə, hansı xanım olur olsun, kimliyindən asılı olmayaraq Allah qapılarını oradan açmasın. Və buna heç birimiz biz sığortalanmamışıq. Günü sabah mən də düşə bilərəm türmə qapısına. Mənə qulaq asan indi hansısa bir xanım heç vaxt deməyin ki, rusların bir yaxşı söz var, heç vaxt deməyin, heç vaxt. Bilmək olmur ki, kimin qapısı oradan düşə bilər. Bir sağlığımız, sağlam yaşamağımız sığortalı deyil ki, heç vaxt şikəst olmarıq, heç vaxt xəstələnmərik. Bir də türmə qapısı. Onu deyim ki, anam elə bir gün yox idi ki, namazında dualar eləsin və bir gün sevinə-sevinə biz nəsə xəbər olmuşdu. Biz içəri girəndə otağa, mama da namazın üstündə zikirlərini eləyirdi, belədir. Buraxdılar Rəqsanəni. Dedik mama yox. İnanın ki, yəni bunu bir Allah şahiddir. Ən çox nəyə görə? Heç Rəqsanə xanımın özünə görə yox. O Aysun balanı, niyə Aysun deyirəm, qızım yaşladı. Yəni mənim Nastinkamı, məndə belə bir xarakter var. Kimisə deyə bilmərəm, mən öz xarakterimi deyirəm ki, mən həmən insanın yerinə istər ağır xəstə olsun, istər kasıb bir insan olsun, istər ərindən boşanmış, istər nə bilim yaralanmış bir insan olsun və istər türmədə olan insan olsun. Mən həmən o insanın yerinə özümü qoyuram. Onun balalarının yerinə öz balalarımı qoyuram. Öz xasiyyətimlə də bacara bilmirəm. Düzdür, bu yaxşı xasiyyət deyil, yaxşı xüsusiyyət deyil, amma özümlə bacara bilmirəm. Mən bilirdim ki, Aysun nələr çəkir. Canımda da bunu dəfələrlə canını açanda deyirdim ki, heç hamısına görə pis olurdum. Ən çox Aysun'a görə. Aysun özünü çox güclü göstərməyə çalışırdı. Amma onun ürəyindən nələr çəkdiyini bir Allah şahid olub, bir də o özü, bir də ən çox anasına görə. Çünki mənim anam, yenə də deyirəm, Allah cəmi analara ömür versin. Sağlıqlı uzun ömür yaşasınlar. Adi xəstəxanaya gedib mən gələndə, insan özündən asılı olmayaraq adam göz yaşını saxlaya bilmirim. Amma inan ki, hətta mənim yoldaşım gülə-gülə birdən deyir ki, mama başladı, bibi yoldaşım, yəni dayım oğludur, bibim başlayıbdı dayanmadan dualarını eləməyə, ağzı dayanmır, yəni belə. Mama bütün sutkanı belədir. Allah qəbuluna keçirən qullarından eləyər. Yəni gəlib görürdüm ki, mama nə gündədir. Mən adi bir xəstəxanaya gedəndə indi təsəvvür eləyirdim ki, Rəqsanənin anası nə gündədir. Gözəl ana, şükür olsun, həmd olsun ki, Rəqsanə xanım çıxdı. Düzdür, bu travma Rəqsanə xanımdan ömrü boyu gedə bilməz. Amma Rəqsanə xanım sizə bir Azərbaycan xanımı kimi, bir ana kimi, evladınızdan bu qədər uzaqda qaldığınız müddətdə nələr çəkdiyinizi inanın ki, hiss eləmişəm. Yenə də təkrar edirəm. Balalarımı yarım saat, bir saat görməyəndə ürəyim partlayır. Təsəvvür eləyirdim ki, siz nələr çəkirsiniz o körpə balalarınızdan ötürü. Mən həmişə qruplarımda xanımlara da atanda, səs atanda deyirəm ki, analar, atalar da evin bünövrəsidir. Qorumalıyıq ataları. Amma analar evin üstünü örtməkdir. Analarsız Allah heç bir balanın bir gününü eləməsin. Allah həm balalarımızdan bizi sınağa çəkməsin. Çox dəhşətli bir günlər yaşadınız, bilirəm. Yenə də deyirəm, dünən mənim sevənlərim yazırdı. Məryəm xanım, Rəqsanə xanım çıxıb. Mən dünən bu videonu çəkmək istədim, amma dünən mənim qızımın ad günü idi. Ona görə vaxt eləyib çəkə bilmədim. Gözünüz aydın olsun. Allah yenə də deyirəm, heç bir xanımların yolunu oradan salmasın.
Keçmiş olsun. Türklərin bir yaxşı sözü var Rəqsanə xanım. İnşallah uğurlarınız daha da bol olacaq. Vallahi mən heç Rəqsanə xanımın elə də çox mahnılarınız adını bilmirəm, amma təkrar eləyirəm. Onu özümü onun yerinə qoyduğum üçün mən pis oldum və inşallah gözəl günləriniz qabaqda olar. Aysun, indi doğrudan gülərsən. Gözəl balam, mənim qızım yaşlasan. O ekranlarda gülüşün sənin içərin qan ağlaya-ağlaya üzün gülürdü. İnşallah ömrün uzunu belə güləsən. Özdə sənin ona görə pis olurdum ki, ehtiyacın var idi. Körpə uşağın dünyaya gəlib balaca körpənə ana nənə, yəni nənənin bir varlığı başqa bir şeydir. Ona görə də Aysun, ən çox səni təbrik edirəm. Körpələri də öpürəm. Şükür olsun ki, Rəqsanə xanım azadlıqdadır. Sağ əli Rəqsanə xanımın olsun. Bütün türmədə olan xanımların və dəyərli qardaşların başına olsun sağ əli. Şükür olsun. Yenə də deyirəm, bir daha təbrik edirəm. Rəqsanə xanımı öpürəm. Yəni bütün xoş diləklərimi arzu edirəm. Xanımlar, çox sağ olun. Gözəl qızlar, mənə dünən dayanmadan şad xəbəri verirdiniz. Çünki bilirdiniz ki, həqiqətən çox narahat oluram. Şükür olsun deyirəm, dəfələrlə şükrümə çatdıra bilmirəm. Çox doğrudan da çox sevindirici xəbər oldu. İnşallah Allah bütün xanımlarımızın, balalarımızın üzündə ancaq gülüş göstərsin hamımıza. Sağ olun, Allah'a əmanət olun.